Sizinle yeni bir haber paylaşıram. Evimizə pişik almağa qərar vermişik və bu gözəl mənzərəni yığışdırmağın axır vaxtı gəlib çatıb. Bilirsiniz ki, bura bizim qladovkadır. Paltar yuvamız da burada işləyir və əvvəllər mən pişik saxlayanda pişiyin yeri buraydı. O iqruşka neydi? Bu şeyin yeri də yəni. İndi onları mən düz qoşu eləməliyim, yığışdırmalıyam. Burada da belə kloklarımız var. Hansı bu klokların çoxu lazımsızdır. Yığıb atacam getsin. O qədər klok var evdə. Ucu ürəyim bulanır da yəni klok görəndə. Neyse klokları yığacam. Artıq olan veşləri yığacam. Bu xalçaların ikisini bir qıraqdan qoyacam. Onun da fikrim var. Onun yanına qoyum və burada pişik üçün şərait yaradacam. Çünki sabah inşallah pişik gəlsə onun yeri rahat olsun. Bəli qızlar. Biz böyük ve yeni bir adım atırıq. İnşallah ki bizim için de sizin için de xeyirli olar. Evimizə yeni bir sakin gələcək. Bu Toğrulun xoşbəxtliyi üçündür. Çünkü Toğrul özünü arada çox tək hiss edir. Və tez-tez də dilə gətirir bunu ki, mən özümü tək hiss edirəm. Siz mənim yanımda yatmırsınız. Mən təkəm. Nə bilim, siz eyni otaqda qalırsınız, amma mənim otağımda heç nə yoxdur falan bəsməcan. Ona görə biz də fikirləşmişik, Toğrula pişik alaq. Və inşallah ki, pişiyimizi də təbii ki, peyvəndlər, nə bilim, digər lazım olacaq hər bir şeylə təmin edəcəyik ki, Toğrul bəyə hər hansı bir ziyanlıq verməsin. Burada çoxprastinamızı qatlamaq lazımdır. Düzlüyündə axşam tərəfidir ucu. Birazdan sonra Toğrul da gələcək və yatmaq saati falan olacaq. Çox da ekstradan əziyyət çəkməyin də mənası yoxdur. Amma ki, biraz yığışdırım da yox. Da əziyyət çəkirəm, çəkməyib yox. Üstün yığışdırdım. Qaldı burada təmiz paltarlardır bunlar. Bir-bir yığmışıq. Paltar asılqanından gətirmişik hamısını bura. Şimdi bunları qatlamaq lazım. Ayla bu evin qışı qutarmır. Neyse, pəncərəmizdən baxaq çölə. Yenə çeşnədir pəncərə. Silinməlidir. Bezirəm ya Allah haqqı. Nə qədər adam pəncərəsi var. Mənzərəmiz görün necə də gözəldir. Bəli. İnşallah sağlıq olsun. Otağımızı yığıb yığışdırıb tutara bilsəm, nə vaxtsa oturub bu mənzərənin dadını çıxardacam. Ümumiyyətlə işləyən adam həqiqətən də elə bilirəm ki, heç nəyin dadını çıxarda bilmir də həyatda. Nə mənzərəni, nə dincəlməyin, yəni məncə işləyən adam üçün belə şeylər möcüzədir. Həsrətlə baxıram şu pəncərədən. Neyse qızlar, gedək sizə o birisi otaqlarımızı göstərim və sonra keçəcəm buranı təmizləməyə. Hal-hazırda zalımız səliqəlidir. Evimizin səliqəli halını da göstərmək istəyirəm ki, sonra deməyim, bu qız video çəkində ancaq dağınıq olur. Zalımız səliqəlidir, baxın. Toğrulun stolunu niyə götürmürəm oradan? Çünki onsuz da birazdan gələcək və neysə yemək yiyəcəyəm, çay içəcək. Buraları yığışdırmışam. Pərdəni düzəldə bilməm çünki nərdifan yoxdur. Yəni bizdə də ki, ora boy yoxdur da o qədər hündürdə. Nərdifanımız yoxdur, qalıb Novxandadır ona görə. Torun otağını yığışdırdıq. Qaldı o paltarları yığmaq. Bizim yatdığımız otaqda ümumi sərgiyə salmışam. Taxtın üstünü örtmüşəm. Buraları falan sərgiyə salmışam. İndi qalıbdır bir dənə bunları çeşli təmizə ayırmaq və paltar yuyana atmaq. Bu da mənim həmişə üzqaş almağa gedəndə taxdığım nə deyirlər buna? Abadok deyirlər, nə deyirlər? Odur. Qızlar, bir də onu deyim ki sizə. Mənim pişiyimin hələ ki qumqabısı yoxdur. Pişiyin gəlməyinə az qalıb, amma qumqabısı yoxdur. Ay, yeməyi qoymuşum üstə, ay Allah. Benim B12 eksikliyi. Yeməyi qoymuşum üstə, gəlin video çəkirəm. Ay bazı, yemək yazılmamışdır. Vay vay. Ya bu çox. Yaxşı şu kuxnaya keçdim də yəni. Yoxsa yanırdı. Qreşkam, canım qreşkam. Pomidor doğrayım, qreçka ilə yiyeyim. Sizi bilmirəm, mən qreçkanı sadə sevirəm. Üstündə çox aynı oyundan sevmirəm. Buna da xlor tökmüşdüm. Çünki içərisi belə şey olmuşdu. Buna xlor əlavə eləmişdim. Sonra buna da xlor əlavə eləmişdim. İndi bu xlorları aparıb tökəcəm unitaza ki, orada təmizlənsin. Və bunlar əldə yumalı olan məhsullardır, qablardır. İndi bura bir dənə çay dəsmalı atım. Bunları da əldə yuyum ki, çünki plastikdir, qab yana qoysan xarab olur.
Bu isə mənim yeni aldığım padnos. Bu isə köhnə padnos. Qoyaq içsəm, ataq hələlik yuxarı. Çünki ortaqda qalanda biraz daha evdə iş çox görsənir biləm. Buranın stol-stolunu dəyişsəm, mənim həyatım mükəmməlləşəcək də məncə. Çünki bu stol-stol bura o qədər belə qarışıqlıq, səliqəsizlik gətirir. Ucu bu stol-stol baxanda çox əsəbləşirəm də bildiyin yəni. Bu qədər də yoxdur. Neçə vaxtdır da deyirəm ki, yoldaşıma gəl alaq. Qoy bu ay keçsin, qoy gəlin ay keçsin deyə yola verir də mənə. Hər ay elə növbəti aya ötürürük. Ümumiyyətlə bir şey gərək ya eləyəsən, yəni dediyimsə sırazı eləyəsən də mümkünatı yoxdur. O birisi aya ötürdünsə ötür. Buranı nəyə görə deyirəm? Bax, buradakı stolslu ağ yadınızdadır, mən novxan yapardım. O stolslu olanda bura çox belə yığcam, səliqəli dururdu. Bunlar böyükdür, yəni zalı çox uyğundur da. Burada qalırlar, həm çirklənirlər. Bax, bura kofe dökülüb. Görün nə günə qalıb. Həm də ki, ortalığı çox belə səliqəsiz, nə bilim, belə dağınıq göstərir də. Yəni, buranın deyil də bu. İnşallah ki, bunu bir düzgün eləməyin bir vaxtı olar da, yəni. Ümid edirəm. Təmizlədim evimizi. Bu gülüm ölmüşdü. Sən demə, pəncərənin qabağında unutmuşam, yazığım, belə yarpaqları solubdu. Rəydə yazın görək, buna nə çarə tapa bilərəm. Mən su tökdüm, hələlik belə qoymuşam. Bir neçə dəfə də olubdu belə. Ancaq düzəlmişdi. Yəni bu qədər ölməmişdi düzdür, amma ki solmuşdu da. İndi inşallah ki təzədən dirilər. Çünki mən bu gülü çox sevirdim. Yarpaqlarını çox bəyənirdim də. Bu da mənim orxideyamdır. Başı batmış, qumu yoxdur deyə belə əyri durur. Elə deyirəm, ona qum alacam, alıb qutara bilmirəm. Bu isə mənim gözəlçəmdir, şirin şəkərimdir. Görürsünüz, güllər açıbdır, maşallah olsun. Moytalimdir, moytalim gözəlim, qəşəngim. Belə ki, gülləri belə əzizləyəndə, sevələyəndə onlar daha yaxşı gül açırlar. Mənim balamın balalarıdır bunlar. Moyti balamın. Bu isə mənim evimin balaca küçüyüdür. Uzanmışdı, 12 metr olmuşdu az qalsın. Buradan kəsdim. Çünki üstündə bitki olur, gül olur, heç nə olmur. Mən də ümumiyyətlə sevirəm gül açan çiçəkləri. Yəni mənim xoşuma gəlir, üstündə çiçək olsun. Qazımın üstünü sildim, təmizlədim. Sonra bunu daha əlləşdirəm, bir yana gətirib çıxarda bilmirəm. Silirsən də yeni şeydir. Burada qab yuyanda yuyulmayan şeyləri yudum, təmizlədim. Südü çıxartmışam, sabaha inşallah toğrula yemək eləyəcəm. Burada da ki, çayı bura qoyaq. Bir də bir izləyicim yazmışdı ki, bu çaynikin içi belə olanda, yəni içərisi qara olanda zəhər buraxırmış. Bunu da birinci dəfə də eşitdim. İnşallah ki, dəyişərəm. Düzdür, hələ ki, bu dəqiqə onu dəyişmək niyyətim yoxdur. Ona baxacam da, üstdə yağlıdır, bu da yuyulmalıdır. Evin o qədər işi var. Elə eləyirsən, qutarmır da. Amma bunları yuduğuma o qədər sevinirəm. Uşaq kimi xoşbəxt olmuşam da bu dəqiqə. Burada da yenə balaca süpürəcəm və mən qıraqda nə zirzibə görürəm, yavaş-yavaş süpürürəm ki, yığılmasın. Yığıldı, все. Evdə ümumiyyətlə iş yığıldısa, o iş uzanır da. İndi bir dənə qalıb bunları yığışdırmaq. Gözümü necə durub inarsın. Otursam düz deyə eləyəcəm biləm. Bu fikirləşəm, bəlkə toğrul gəlsin, toğrul yatmağa gələndə mən də oturaram yanında. Danışa-danışa, yəni onu da qatlayaram. Çünki zaman qiymətli ya. O yüzden arkadaşlar, görək hamamdakı vəziyyətimiz nə yerdədir. Paltaryonumuz qutarıb, bəli. Paltaryon qutarıbsa, deməli, bunun içindəşləri çıxartmaq olar. Bunun içindəşləri çıxardım, sonra da buranı görüm. Vaxt eləyim, yığışdırım. Onu da deyim ki, saat 9-un yarısıdır. Mən hələ də oturmamışam. İşdən gələndən ortalıqda fırlanırım. O işi gör, bu işi gör. Evi yığışdırıb qutara bilsəm, inşallah dincələcəm. Amma mən sevirəm yəni ev işlərini deyim sizə. Mən narazı deyiləm də bu vəziyyətdən. Bu da evimizin axşam görüntüsüdür. Bu binanı əvvəl sevmirdim. Yəni qorxurdum da bina buradadır. Zəlzələ Allah uzaq eləsin. Olsa birbaşa belə uçacaq falan bəsmişən. Amma yatdığımız otaqdan mənzərəsi çox gözəl görsənirdi. Yəni uzanırsan, uzandığın yerdən o işıqlar düşür adamın yataq otağının üzərinə. Belə çox estetik görüntüsü var. Evimizi sevirəm maşallah, maşallah. Pö. Allah nəzərdən qorusun. Dənizə mənzərəsi, ümumiyyətlə də yəni belə hər tərəfli maşallah çox bəyənirəm. Allah hamıya qismət etsin istədiyi cür evdə yaşamağı. Mən həmişə istəyirdim ki, balkonlu evim olsun.
Düz düşünməmişdim ki, nə vaxtsa dəniz mənzərəli ola. Allah qismət elədi, şükürlər olsun, maşallah. Amma ki, belə. Bir də dəniz mənzərəsi bəzən deyirlər ki, buradan dəniz çox az görsənirsiniz, onun nəyini bəyənirsiniz. Amma vallahi qızlar, mən o tərəfdə uşağı hazırlığa qoyuram, o birisi binalardan birində də birbaşa dəniz görünür də o binada. İnanın Allaha, yəni bir çöpölük mənzərə deyil də. Çünki bizim bulvar hələ də inkişaf eləməyib, yəni səliqəli deyil də. Tozlu, torpaqlıq, ot, belə şeydə, yəni pis görsən. Onca elə o birbaşa mənzərəsi heç nə apartırlar. Yaxşısı buradan görüntüdür. Bir də ki, əgər orta binada qalsan, məncə orta binadan da yaxşı görünər. Orta binada 4 otaqlılar, bir də 1 otaqlılar var. Yəni o da yaxşıdır. Orta binada da qalmaq olardı. Təbii ki, biz udmamışıq onu. Yaşayanlara da Allah can sağlığı versin. Heç kimin evində, eşiyində gözümüz yoxdur. Bu mənim şeydən verilən çiçəklərimdir. Nə deyirlər ona? Mən getmişdim, adım bilmədim. Trendyol əməkdaşlığı ilə bağlı getmişdim. Oradan verilən güllərimdir. Işıqlarımızı da söndürək, yazmasın. Gedək digər işlərimizi davam edək. Rəyin kassasını açmışıq. Artıq cibində heç nə qalmadı. Pişik. Və gedirik onun üçün pişik almaq. Qəpiklərin yığırız üstə. Çox sevinclidir. Kassasını açdığına görə. Bax, şəfi var. Şəfi var. Bunun geyiminə baxın sala. Bu nə geyimdir? Bu haran geyimidir? Haran stilidir bu? Hə, doğru. Qoy ora. Qoy ora da ora qoy yaxşı. Neysə, evi yığışdırmışam. Gördüyünüz üzrə. Eləmədə hələ nə olar? Buranı da yığışdırmışam. Bura hələ ki bir çarəmiz yoxdur. Və əsas məsələ isə buranı dünən göstərdim. Sizə yoxsa yox. Buranı da yığışdırmışam. Səliqəlidir. Görürsünüz necə qəşəngdir. Allah. Anamgilə qonaqlıq var. Bizi də çağırıblar. Birinci gedirik sufləyə. Gedək şirniyyatımızı alaq. Sonra gedək. Çıxdıq sufləyə. Qızlar, gəlib çıxmışam, anamgildəyim. Süfrəmiz belə, demək olar hazırdır. Əslində, mən göyə gəlib kömək eləməliydim, amma baxıram ki, çatdırmamışam, hazırlayıblar. Qonaqlarımızın gəlməyinə az qalıbdır. Bunları da düzüm, bu qız da bir iş görsün. Mən də səhər tezdən neyiniyim, bacı çatdırmıram da. Evdə işim zadım var, nağarım mən də. Yazıq canım. Evimmi işin görüm, çölümmü işin görüm. Belə. Bazı kişi də anasına kömək eləyir. Afərin ona. Sənə qurban olum mən. Vilka da var. Vilkanı da qoy da yanına. Qəşəng vilka var bax. Bunda elə su. Pəncələrimiz doğrandı. Mən də burada yuxa düzəldirəm. Salat falan hamısı düzülüb. Çörəyi doğradım. İndi də yuxaları belə gözəl kvadrat şəklində düzəldək. Bir məclis yola vermək çox çətin işmiş. Mən belə şey eləyirəm, bax gör. Bu xanım da mənim nənəmdir. Bek vokalda nənəm. Burada isə dolma. Bu nədir qoymuşsunuz üstə? Aşkarası. Bu xanım da burada əziyyət çəkir. Nəyə baxsın? Bu qədər duz vurursan, Niyə xeyir yoxdur? Bu da anamgilin mənzərəsi. Ancaq hündür mərtəbəli binalar. Rəmzin son halı belədir qızlar. Yeməklər hələ ki gəlməyib, gələcək. Amma ki belə. Bu da mənim dəcəlimdə oturub. Çaylarımız gəldi qızlar, çaylarımı süzdüm, aparıram. Çaylarımız gəldi qızlar, çaylarımı süzdüm, aparıram. Deməli, məclisimizi yola verdik. Bəli, amma gəlin də gəldi, ondan da ələ. Yuduq, təmizlədik, yığışdırdıq. Gedirik indi də. Mən niyə demirsən ki, gəlin? Bu da öz veşlərini yığıb aparır. Gəlin də gəlmişdi. Gəlin də gəlmişdi. Ondan da oynadım. Ondan da oynadıq, bəli. İndi də gedirik pişiyə baxmağa inşallah. İnşallah nə qəşəng bizə pişik. O sumkanı ver, ata arxaya qoysun. Bir balamızı götürdük, gəldik. Bu bizim yeni balamızdır, yeni sakinimizdir. Selam göster, dinləyibiyim, pişiyimiz var, baxın. Budu. Baxın, bu pişiyi biz neçə gündür varımız idi. İndi neçə gündür bizim pişiyimiz vardı, çoxdan önce o itdi. Ama indi pişiyimi geldi. Du.
Ne istiyorsun? Ne istiyorsun? Bakın bizim pişimiz şu anda. Ne istiyorsun? Ne istiyordun? Fark yok da şimdi Güzel, değil de. güzel istiyorsan. Güzel, güzel. Gelek de. Bu bayan. Bakın bizim pişimiz şu anda yakmak pişim bak pişim. Bizim pişimiz şu anda oyun zamanında. Gözlüğün dostlar. Şimdi video ben dayandım. Bizim pişimiz gizlenmezdi. Təzə temas kaldı. Neyse şeydim buna oyuncak getirdim. Görmüyorum bu oynayacak neyse. Akşam fikrim vardı ki pomidor yumurta eləyəm. Ancaq həyat yoldaşım dedi ki lazım değil. Sabah eləyərik. Burada 2 dənə plan birimiz var. Toğrulun gözündən uzaq. Bir dənə belə qazlı suyumuz var. Və bir ədəd də nədir bunun adı? Çöpümüz var. Bunu da toğrulanmışıq. Pomidor, bunu qonşudan almışam. Kilosu 2 manatdır. Və çörək. Sonra isə burada hazır kızarmış soğan. Bunu sabah eləyəcəm. Bu doğranmış pomidor. Şu. Bunu da sabah eləyəcəm. Atacağım üstüne də yumurta vuracağım. Tezdənəm. Çünki qaldı da bu günləri. Neyse balqabaq toplamadı. Neyse belə qızlar. Ne olaraq tam. Akşam özümüzə jest eləmişik. Həyat yoldaşım sağ olsun. Sabah yol çıxan biri olarak bugün çok büyük bir incəliyim. Bir məzə. Oy, ay, bu nə dayı? İyi gəldi onun. Boğaz yox da ayrıca. Pətənədir. Bəli, mənim axtardığım pətənədir. Muşitos. Mosquitos. Her obisine bak. He. O ne sosudur? Bu da bir sos. İşte başka bir sos.